Əziz bircələr, bu dəfə sizə oxşarlıqlar layihəsində türklərə sığınacaq verənlər, yaxud da ərazisində türklərin məskunlaşdığı hökmdarların yaxud dövlətlərin adını qeyd eləmişəm. Bura gördüyünüz kimi Bizans hökmdarı Justinian adını yazmışam. Justinian dövründə orada qeyd olunur ki, Slavyanlar və türklər məskunlaşmışdı ərazisində. Düzdür, türklərin kimlər olduğu qeyd edilmirdi, amma türklər olduğu qeyd edilir deyə bu oxşarlıqlar siyasətini onda əlavə eləmişəm. İkinci yerə Rəvvadi və Sudanı qeyd eləmişəm. 28-ci il 10 il ərazisində Oğuzlar, Oğuz Səlcuqları məskunlaşmışdı. Sonra Sultan Mahmudu qeyd eləmişəm. Elə bu ilk bu 3 nəfərin də oxşar xüsusiyyətidir. Həm Rəvvadi və Sudan da Sultan Mahmudlu, həm də Şəddadilərdir ki, Oğuz Səlcuqlarına öz ərazisində yaşamağa icazə vermişdi. Sığınacaq da hesab eləmək olar bunu. Bir də axırda siyahıya Eltutmuşu qeyd eləmişəm. O da Monqollarla mübarizədən qaçmış Xarəzmşahlara sığınacaq vermişdi. Əgər sizin bu siyahıya əlavəniz varsa, rəylərdə mütləq qeyd edin.